Sacılar dövləti Azərbaycanın ilk etnik feodal dövlətidir. Dövləti 898-ci ildə Məhəmməd ibn Əbu Sac yaratmışdı. İlk paytaxtı Marağa şəhəri, sonradan isə Ərdəbil şəhəri olmuşdu. Ən qüdrətli dövrü Yusif ibn Əbu Sacın dövrüdür. Yusif ibn Əbu Sac 912-ci ildə Ərəb xilafətinə vergi göndərilməsini tamamilə dayandırıb müstəqil siyasət yürüdür. Xəlifə ordusunu bir neçə dəfə məğlub edir, lakin sonuncu döyüşdə əsir alınır. Əhalinin şiddətli müqaviməti nəticəsində azad olunur. Azad olunandan sonra öz hakimiyyətini daha da gücləndirir. Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcüləri özündən asılı vəziyyətə salır. Eyni zamanda Şirvanşahlar dövlətidir, Tiflis və Dərbənd əmirliklərini də özünə birləşdirir. Rey şəhərini Samanilərdən geri alır. Bundan başqa Dərbənd səddini təmir elətdirir. Eyni zamanda vergi sahəsində də islahatlar aparır. İqtisadiyyatı dirçəldir, əhalinin sayının artmasına təkan verir. Lakin onun ölümündən sonra dövlət zəifləməyə başlayır və Deysəmin dövründə 941-ci ildə süquta uğrayır.